2025-ci il dekabrın 8-də Prezident Kitabxanasında görkəmli filoloq, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın Missiya adlı monoqrafiyasının təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ümummilli lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükut ilə yad olunması ilə başlanıb. Tədbiri giriş sözü ilə Prezident Kitabxanasının direktoru Professor Afət Abbasov açdı. Təqdimatda ziyalılar, elm xadimləri, həmçinin dövlət və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirin sonunda Professor Mahirə Hüseynova kitabın ərsəyə gəlməsindən danışıb.